Bu dodaq boyaları artıq yuxularıma da girirdi. Tez bir vaxtda onları yoxlayırıq. Çox qəşəng parlaqlığı var və ən çox sevilən rəngi. Bir dənə buna baxın. Heç nə demirəm. Gözəldir. Bu isə yeni dodaq yağı. Bu da həmçinin yeni il kolleksiyasındandır. Yaxşı bir dodaq konturlamasından sonra sadəcə bu yağdan istifadə etmək olar. Çox az, çox cüzi mavilik. Bir də kontur xətti çəkəcəm. Bu Kiko'nun qaş qələmidir. Ancaq bunun rənginə uyğun olduğuna görə bununla kontur xətti çəkəcəm. Rəngi mənim qaşlarıma uyğun deyil deyə mən bunu dodaq qələmi kimi istifadə edirəm. Tam bir yeni il kolleksiyası. Bir dənə parlaqlığa baxın. Bu necə bir məhsuldur. Bu kutuda Kiko'nun bütün yeni il kolleksiyası var, ancaq onlara daha sonra baxarıq.